İnsanlar seçimdə yanlışlığa yol verir həmişə. O insanlar ki, əlini qoyub maviyə tərəf getdi, o sadiqi yalancıdan seçə bilməz. O seçimi Allah öz ixtiyarında qoyub. Allah insanlar içində bəzilərini seçir, onlar sadiqlərdir, doğrulardır. İnsanların seçiminə ən müxtəlif amillər təsir göstərir. Birinin zoru çoxdur, onu seçir, birinin təbliğatı güclüdür, onu seçir. Amma bu müstəsna Allahın hüququdur. 2 dənə ipdən danışır Allah. Hablun minallah və hablun minənnas. Hablun minallah göydən yerə enən ipdir. Bu Quran-ı Kərimdir. Qurandan yapışmasan göyə qalxa bilməzsən. O ip göydən yerə enmiş ipdir. Və'təsimu bihablillah. Yapışın ondan Quran buyurur. Qurandır. Və hablun minənnas. İnsanlardan olan iplər var. Onlar da yerdən göyə qalxırlar. Yerdən göyə aparırlar. Cealnahum əimmətən yəhduna bi əmrina. Deyir, onları imam qərar verdi, biz seçdi. Onlar bizim əmrimizlə hidayət edirlər. Düz yola yönəldirlər. Allah ə'ləmu haysu yec'al risalətəhu. Allah daha yaxşı bilir ki, risalətini harda qərar verir, kimlərə verir, kimləri seçir. Peyğəmbərin ən qərib vaxtı idi, hər yandan təzyiq edirdilər. Bir qüdrətli, nüfuzlu qəbilə başçısı adamlar var, elə bir pulu ilə hər şeyi ala bilər. Bu da bunlardan idi. Pulu var, gücü var, qüdrəti var, Peyğəmbər də qəribdir. Məkkədədir, təzyiq altında, əziyyət içində. Gəldi Peyğəmbərə, dedi ki, istəyirsənsə mən sənə iman gətirim indi, qəbiləm də iman gətirsin, pulum da, malım da, qılıncım da sənin ixtiyarında. Peyğəmbər də tək tənha, yanında az adam var. Bir dənə şərtim var, heç yazılı da bir şey istəmirəm, səndən sonra bizim qəbilədən olsun, bizdən olsun rəhbər. Peyğəmbər qətiyyətlə cavab verdi ki, bu mənim sənin ixtiyarında olan məsələ deyil, bu Allaha məxsus məsələdir. Mən tək qalacam, məni öldürəcəklər, neynəyəcəklər? Bu prinsip ki, sadiqlər Allah tərəfindən seçilməlidir, bu prinsip dəyişməz bir prinsipdir. Adi insanlardan olmur. Bu sadiqlər məsum imamlardır, möminlər deyil. Bilirsiniz niyə görə? Çünki deyir, ya eyyuhəl-ləzinə amenu. Müraciət möminlərədir. Ey möminlər, ittəqullah və kunu məəs-sadiqin. Allahdan çəkinin və sadiqlərlə olun. Deməli, adi möminlər deyil ki, möminlərə müraciət eləyirsə ki, sadiqlərlə olun, deməli, bu sadiqlər başqa kateqoriya adamlardır, başqa insanlardır. Onlar elə bir insanlardır ki, Allahla aralarında heç bir hicab yoxdur. Onlar Allaha qərq olmuş insanlardır.